Hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Retro Lounge proqramında biz bu dəfə elə bir ifaçı haqqında danışacağıq ki, onu çox sevirdilər. Həm Azərbaycanda, həm xaricdə, türk dilli ölkələrdə, postsovet məkanında sevirdilər və sevməkdədirlər. Onun böyük fanat ordusu var idi, balacıdan tutmuş böyüyə qədər. Elə alınırdı ki, konsertlərdə ona nəinki gül dəstələri təqdim edirdilər. Xanımlar öz üzüklərini, qaşlarını, qızıllarını çıxardıb onun ayaqları altına atırdılar. Bu dərəcədə böyük məhəbbətə sahib idi. Söhbət Zeynəb Xanlarovadan gedir. Biz bu dəfə Zeynəb Xanlarovanın yaradıcılığına toxunacağıq. İstərdim verilişimizə onun gənclik vaxtlarının bir lent yazısı ilə başlayaq. Ağ-qara lentlərdə Baba Salovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblinin ifasında Zeynəb xanım Azərbaycanın mahnısını oxuyacaq. Şöhretim şanım benim, sensiz anılmaz adım, Azerbaycanım benim. Fəxrim, eşqim, həyatım, şöhretim şanım benim, sensiz anılmaz adım, Azerbaycanım benim. Nəğməmdir küləklərim, nəfəsim səhər mehrim. Nəğməmdir küləklərim, könlümün sevincidir. Qanadlı diləklərim, könlümün sevincidir. Qanadlı diləklərim, fikri xəyalıyım sənsən, fikrimin xəyalımıyım. Fikri xəyalıyım sənsən, fikrimin xəyalımıyım.
şöhretim, şanım benim. Sensiz anılmaz adım, Azerbaycanım benim. Fəxrim, eşqim, həyatım, şöhretim, şanım benim. Sensiz anılmaz adım, Azerbaycanım benim. Zeynəb Xanlarova 1936-cı ildə Bakı şəhərində doğuldu. 1956-cı ildə Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Zeynəb Xanlarova bir çox Azərbaycan muğamlarını ifa edib. Onlar arasında iri həcmli muğamlarımız da var və ya kiçik həcmli muğamlarımız da var. Məsələn, Çargah muğamının qadınlar arasında ilk ifaçılarından biri hesab olunur Zeynəb Xanlarova. Və onun muğam üzrə müəllimi Seyid Şuşunski olur. Seyid Şuşunski həvəslə onu dərs keçirdi və Zeynəb Xanlarova Seyid Şuşunskinin sevimli tələbələrindən biri idi. İndi hal-hazırda sizə çox maraqlı görüntüləri təqdim edəcəyik. Bu nadir video lent yazısında Seyid Şuşunskinin sevimli tələbəsinə öyrətdiyi muğamlar əks olunub, dərs prosesi əks olunub və bu nadir lent yazısında Zeynəb xanım bir muğam parçası ifa edəcək zil səsi ilə və Seyid Şuşunski qulaq asaraq ona öz məsləhətlərini bildirəcək. Народный артист республики Сеид Шушинской, старейший исполнитель газелей Физули. Охотно передает он свой богатый опыт и мастерство молодым певцам, учащимся музыкальной школы имени Асафа Зейналлы. Одна из лучших учениц Сеида Шушинского, Зейнаб Ханларова. Zeynəb Xanlarova bax beləcə Seyid Şuşunskidən muğamın sirlərini öyrənir və get-gedə daha da puxtələşməyə başlayır. Rejissor Arif Qazıyevin çəkdiyi bir film var. Söhbət Toyda Görüş filmindən gelir. Həmin filmdə Zeynəb Xanlarova da yer alır. Və orada Zeynəb xanım pozitiv, şən bir mahnı ifa edir. Və onu indi sizə təqdim edəcəyik. Sən, sən, sən mahnısı. Çiçektir, sen, 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 ay gülüm sen, 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 yar sen, sen. Bir söz akır dodağıma dilinden, canan değil can bilirim seninden. Bir söz akır dodağıma dilinden, canan değil can bilirim seninden. Gece gündüz bu sinem değil sen. Gece gündüz bu sinem ne könüldür, ne könüldür, ne yürektir. Sen, 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 ay gülüm sen, 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 sen.
görkəmən dört yanımızda saçan yasəmən ancaq məni heyrətlərə qərq edən ancaq məni heyrətlərə qərq edən nə çəməndir, nə çiçəkdir, nə çəməndir, nə çiçəkdir. Sən, ay gülüm, sən, yar sən, ay gülüm, sən, yar sən. Rejissor Arif Qaziyevlə Zeynəb Xanlarovanın əməkdaşlığı sonraki illərdə də davam edir. 1982-ci ildə Arif Qaziyev Salam Zeynəb adlanan bir film çəkir və bu tandemin uğurlu yaradıcılıq nümunələri bu filmdə əks olunur. Bu film bir növ film-konsert xarakteri daşıyırdı və Zeynəb xanımın bir çox tanınmış mahnıları bu filmdə səsləndirilir. Eyni zamanda ümumilli lider Heydər Əliyevin, şairlər Süleyman Rüstəm, Rəsul Rızanın, yazıçımız Anarın, bəstəkar Emin Sabitoğlu'nun, rəssam Toğrul Nərmənbəyevin və digər tanınmış simaların Zeynəb xanıma olan məhəbbətini bu filmdə hiss edib duymaq olur. Zeynəb xanımın bu filmdə ifa etdiyi mahnılar arasında seçilən bir mahnı var. İstərdim onu sizə təqdim edəm. Gözüm yaşla dolmasın mahnısı. Dağları duman alanda, gözüm yollarda kalanda, yadıma seni salanda, gül yanağı solmasın, solmasın ya. Dağları duman alanda, gözüm yollarda kalanda, yadıma seni salanda, gül yanağı solmasın, solmasın ya. Eteyeler, eteyeler, sevgilinden bana haber. Eteyeler, eteyeler, sevgilinden bana haber. Solan dağların çiçekleri, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Dolmasın mı ya? Solan dağların çiçekler, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Dolmasın mı ya? Gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı? Dolmasın mı ya?
oldum, dost düşməni seçməz oldum, eşqinə and içməz oldum, könlüm xarab olmasın. Bu yerlərdən keçməz oldum, dost düşməni seçməz oldum, eşqinə and içməz oldum, könlüm xarab olmasın. Olmasın dünya. Esen yerler, sevgilimden mənə səbər. Esen yerler, sevgilimden mənə xəbər. Solanda narın çiçekler, gözüm yaşa dolmasın mı? Gözüm yaşa dolmasın mı? Dolmasın mı ya? Olmasın dünya. Solanda narın çiçekler, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı? Gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı? Dolmasın mı? 1980-ci ildə Zeynəb Xanlarova SSR xalq artisti adını alır. Və o, Rəşid Behbudov kimi azsaylı müğənnilərimizdən edir ki, dünyanın müxtəlif dillərində mahnılar oxuyur. Demək olar ki, hansı ölkəyə gedirdisə, həmin ölkənin dilində onların tamaşaçılarının qarşısında həmin dildə mahnılar ifa edirlər. Hətta bildiyiniz kimi Sovet dövründə türk mahnılarına xüsusi bir təzyiq var idi və qadağa var idi. Hər kəs türk mahnılarını oxuya bilməzdi. Amma Rəşid Behbudov və Zeynəb Xanlarova bunu edə bilirdilər. Zeynəb Xanlarovanın ifasında Aldatdı Məni adlı türk mahnısı öz dövrünün məşhur mahnılarından idi. Neler doğar, herkes de bir yeni arar. Gün doğmadan neler doğar, herkes de bir yeni arar. Hayat bana sensiz kalar, seni yalancı, seni unuttun beni. Seni yaramaz, seni aldattın beni. Seni yalancı, seni aldattın beni. Seni yaramaz, seni unuttun beni.
Zeynəb Xanlarova özünün bəstələdiyi bir çox mahnılarla yanaşı Azərbaycanın tanınmış bəstəkarlarının məhz onun üçün yazdığı mahnıları da ifa edir. Məsələn, Tofiq Quliyev, Fikər Təmirov, Cahangir Cihangirov, Emin Sabitoğlu'nun və digərlərinin bəstələdiyi sevilən mahnıları Zeynəb Xanlarova ifa edir. Amma bu bəstəkarlar arasında xüsusi seçilən bir bəstəkarın adını çəkəcəm ki, məhz onun mahnıları ilə Zeynəb Xanlarova daha da populyarlaşdı. Söhbət Ələkbər Tağıyevdən gedir. Ən azından hamının əzbər bildiyi Sən Gəlməz Oldun mahnısı və yaxud Müşfiqin sözlərinə yazılan Qal Sənə Qurban mahnısının adını çəkmək olar ki, bax, bu mahnıların qüdrətini və populyarlığını biz hiss edib duya bilək. Və həmin silsilə mahnılardan birini indi sizə təqdim edəcəm. Həmin mahnıda biz Şirvanşahlar Sarayının kadrlarını izləyəcəyik. Zeynəb xanım orada çarşabdadır və mahnının girişini muğamla başlayır. Söhbət Sədaqətim Var mahnısından gedir. Bilmədin sən qədrimi ey nazlı canan, bilmədin. Çəkdim min cəfa, hicrində bu can bilmədin. Bilmədin sənsizliğindir. Bilmədin sənsizliğindir. Qəlbim həyatlar salan. Bağrıma dağlar çəkən, hicran bilmədin. Sevgi dünyasında mən heç vaxt, sevgi dünyasında mən heç vaxt vəfasız olmadım. Ömrümü verdim, ömrümü verdim sənin uğrunda qurban, bilmədin. O tutub yandı, o tutub yandım, kərəm tək, yanmadın heç halıma, bilmədin. Sensiz deyib gülməz Süleyman, bilmədin. Abay, ay canım, mən sevim sən sevmə, qoy belə olsun. Sənə sev deməyə nə cürətin var. Ürək gözümündür, özün bilərsən. Mənimsə əhdimdə sədaqətin var. Mən tək sevən hanım səni dünyada. Başımdan çıxmayır mənim bu sevda. Ölsəm də açmaram sirrimi yada. Səndən yar, sənə yar, şikayətim var. Yaxşı tanımır
sen məni hələ sən yar saldın aşıqı dildən dilə sən neyləyim mən belə sən də eləsən mənim çox dözümlü məhəbbət var mən tək sevən səni dünyada başımdan çıxmayın mənim bu sevda sən də açmaram sirrimi yada sən də ya sənə ya şikayət var sən də ya sənə ya şikayət var. Zeynəb Xanlarova Tofiq Əhmədovun rəhbərlik etdiyi Estrada Caz Orkestrində solist olur. Baxmayaraq ki, bu orkestr öz istiqamətini Estrada Caz istiqamətinə yönəltmişdi. Amma solist müğənni qismində orkestr bəzən xalq musiqisi ifaçılarını da dəvət edirlər və Zeynəb xanım da həmin nümayəndələrdən biri idi. Məşhur bir mahnını sizə Zeynəb xanımın ifasında təqdim edəcəm. Fikrət Əmirovun yazdığı Reyhan mahnısı. Fərqli bir aranjmandadır bax bu mahnı. Demək, mahnıya giriş intro qismində truba başlayır, ardınca Zeynəb xanım mahnını oxuyur və mahnının arasında swing ritminə keçid baş verir. Maraqlı bir ritmik strukturunda, özünəməxsus aranjmanda və Zeynəb xanımın koloritli ifasında bu mahnı fərqli seçilən anı. Gəlin izləyək. Dağlar kızı Reyhan, Reyhan, Reyhan Parlaktan ulduzu Reyhan, Reyhan Alem sana heyran, heyran, heyran Alem sana heyran, heyran, heyran Ne qəşəngsən, ay qız gül çiçəksən Ay qız bir danəsən, ay qız bir danəsən Ay qız Güzeller güzeli Reyhan, Reyhan Sevdanın əzəli Reyhan, Reyhan Aləm sənə heyran, heyran, heyran Aləm sənə heyran, heyran, heyran Nə qəşəngsən, ay qız gül çiçəksən Ay qız bir danəsən, ay qız bir danəsən Ay qız şirin sözün Reyhan, Reyhan Alem sana heyran, heyran, heyran Alem sana heyran, heyran, heyran Ne qəşəngsən, ay qız gül çiçəksən Ay qız bir danəsən, ay qız bir danəsən Ay qız nə qəşəngsən, ay qız gül çiçəksən Ay qız bir danəsən, ay qız bir danəsən Ay qız
Tofiq Əhmədovun rəhbərlik etdiyi Estrada Caz Orkestrinin ifasında Zeynəb xanım daha bir maraqlı mahnını ifa edib. Bəlkə də siz bu mahnını ilk dəfə indi dinləyəcəksiniz. Retro Lounge proqramında çox nadir lent yazılarından birini sizə təqdim edəcəyik. Mahnı Mən Səni Ansam adlanır. Demək, bu mahnıda bədii rəhbər Tofiq Əhmədov özü klarnetdə ifa edəcək. Akordeon ifası, eyni zamanda çox nadir saksafon növlərindən biri olan bariton saksafonda səslənəcək muğam parçası da diqqətimizi cəlb edəcək və əlbəttə ki, Zeynəb Xanlarovanın özünə məxsus ifası. Mən sənə yar deyib, sevəndən bəri Mən sənə yar deyib, sevəndən bəri Bir özgə gözələ uya bilmirəm Bir özgə gözələ uya bilmirəm Çəməndə layoləni, göydə ürkərim Gözəllikdə sən tək duya bilmirəm Çəməndə laləni, göydə ülkəri Gözəllikdə sən tək duya bilmirəm Sönməz bu könlümdə alovlanan şam Sönməz bu könlümdə alovlanan şam Onu saf eşqinlə mən yandırmışam Onu saf eşqinlə mən yandırmışam Dönür sevincimdə hər səhər axşam Dönür sevincimdə hər səhər axşam Dənizə bilmirəm, çaya bilmirəm Dönür sevincimdə hər səhər axşam Dənizə bilmirəm, çaya bilmirəm Dönür sevincimdə hər səhər axşam Dənizə bilmirəm, çaya bilmirəm Dönür sevincimdə hər səhər axşam Dənizə bilmirəm, çaya bilmirəm Dönür sevincimdə hər səhər axşam Dənizə bilmirəm, çaya bilmirəm Daha sonra Zeynəb Xanlarova özünün rəhbərlik etdiyi ansamblı yaradır və ora tanınmış, sayılıb seçilən xalq musiqisi ifaçılarını dəvət edir. Və qastrolların ardı-arası kəsilmir. İstər Azərbaycan rayonlarında, bölgələrimizdə, şəhərlərimizdə və Azərbaycanın kənarda onların yadda qalan konsertləri baş tutur. Zeynəb Xanlarova ifa ilə yanaşı öz səhnə hərəkətlərinə görə, səhnədəki şənliyinə görə
sözləri çatdırmaq qabiliyyətinə görə, eyni zamanda geyim tərzinə görə həmişə seçilən olub. Məsələn, Sovet dövründə Bədii Şuranın senzurasının kəskin olduğu bir dövrdə Zeynəb xanım ilk dəfə səhnəyə şalvar geyinərək çıxan ilk qadın müğənnimiz olub. Bax, tamaşaçılar bu yeniliyi məhz Zeynəb Xanlarovadan görüblər. Bax, elə həmin məqamları biz indi izləyəcəyimiz videoda və mahnıda görəcəyik. Dərdimə dərman yar üçün xalq mahnısı. Я садовником стала в саду любви и вырастила в саду цветы любви, вырастила для тебя, любимый мой. Bağban oldum var için bir gül seçtim yar için. Bağban oldum var için bir gül seçtim yar için. Canımı kurban eylerem derdine derman yar için. Canımı kurban eylerem derdine derman yar için. Durna uçmaz yaralı, sensiz bakçam saralı. Durna uçmaz yaralı, sensiz bakçam saralı. Yüreğin ay kız ne deyir göresen benden aralı. Yüreğin ay kız ne deyir göresen benden aralı. Bağım bahçayım ay gülüm, incem günçem ay gülüm. Çektirme cefa mənə. Can dedim sana ben güzel. Aşkın deniz bir içim doldur ay kız ver içim. Aşkın deniz bir içim doldur ay kız ver. Canımı kurban eylerem derdine derman yar için. Canımı kurban eylerem derdine derman yar için. Leyli Mecnun dil olup eşk odundan kül olup. Leyli Mecnun dil olup eşk odundan kül olup. Aşık-ı hicran garg edip gözyaşı akıp sel olup. Aşık-ı hicran garg edip gözyaşı akıp sel olup. Bağım bahçayım ay gülüm, incem gönçem ay gülüm. Çektirme cefa mənə. Can dedim sana ben güzel. Aşkın deniz bir içim doldur ay kız ver içim. Aşkın deniz bir içim doldur ay kız ver içim. Canımı kurban eylerem derdine derman yar için. Canımı kurban eylerem derdine derman yar için. Canımı kurban eylerem derdine derman yar için. Canımı kurban eylerem, eylerem derdine derman yar için, yar için, yar için. Hörmətli tamaşaçılar, Retro Lounge proqramında biz bu dəfə Zeynəb Xanlarovanın yaradıcılığından danışdıq. Zeynəb xanımın bu ilin sonunda yubileyi baş tutacaq. Fürsətdən istifadə edərək elə indidən onu yubiley münasibəti ilə təbrik edirik. Vaxt gedir, zaman keçir, Zeynəb xanımın yaradıcılığı da durmur. Ara sıra o müəyyən ifaları ilə tamaşaçıların qarşısında olur. Biz ona yeni yaradıcılıq uğurları arzu edirik. Zeynəb xanım Azərbaycan muğamlarını, bizim bəstəkar mahnılarımızı, elə özünün yazdığı mahnıları, xalq mahnılarımızı dünyanın bir çox ölkələrində həvəslə, peşəkarlıqla ifa edir. Misal olaraq Avstriya, Avstraliya, Fransa, Polşa, Almaniya, Finlandiya, Amerika Birləşmiş Ştatları, Əfqanistan, qərbdən tutmuş şərqə qədər bir çox ölkələrdə bizim musiqimizi təbliğ edir. Və o az sayılı müğənnilərdən idi ki, çıxış etdiyi ölkədə təkcə öz həmyerlilərinin qarşısında konsert vermirdi. Yəni onun konsertinə, konsert verdiyi ölkənin xalqlarının nümayəndələri də gəlirdilər və həvəslə onu qulaq asırdılar. Bu da ayrıca bir uğur idi. Və belə bir sevgiyə, belə bir məhəbbətə sahib olan bir ifaçı xoşbəxt olmaya bilməz. Elə özünün ifa etdiyi mahnıda da bu duyulur. Dünyanın xoşbəxti mənəm dünyada. Sözü gedən mahnı ilə
verilişimizə yekun vururuq. Sağ olun. Dünyada ne kadar serhət görmüşəm, küləklər səsimi hər yana yayır. Hər ildə obada hörmət görmüşəm, görüşlər, vidalar unudulmayır. Hər ildə obada hörmət görmüşəm, görüşlər, vidalar unudulmayır. Gəzdir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Gəzdir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. İndi elə əziz doğma yerdəyəm, sevinç qanad açır uçur sinəmdən. Nə yaxşı bu qumlu sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən. Nə yaxşı bu qumlu sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən. Özüm bu torpaqdayam, nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Özüm bu torpaqdayam, nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Darasın saçımı yaz küləkləri, həyatı insanı alqışlayıram. Mənə bağışlanan gül çiçəkləri, vətənim mən sənə bağışlayıram. Mənə bağışlanan gül çiçəkləri, vətənim